Azərbaycan-Ermənistan münaqişəsinin alovlanmasında böyük rol oynamış Sumqayıt hadisələrinin 26-cı il dönümü yaxınlaşır. Kifayət qədər qaranlıq məqamları hələ də qalmaqda olan həmin hadisələr barədə Ləman Ələşrəf qızı danışacaq. Borun yanında gördüm qazarlı 3 maşın gəlib, dağı bortu araqla dolu, araq da kanyakla doldu. Birinci Qırqaryanı gördüm, ikinci Alberti gördüm. Nizami Səfərov Sumqayıt hadisələrinin iştirakçısıdır. Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələr tərəfindən zəbt edilməsində başlıca zəmin olan Sumqayıt hadisələrinin. Hansı ki bu hadisədən danışanda çox vaxt səsimizi içimizə qısır, aybımızdan danışırıq kimi danışırıq. Əslində isə Sumqayıt hadisələri ermənilərin və SSR DTK-sının təşkil etdiyi və başında da elə erməni Eduard Qırqaryanın durduğu və məhz onun dirijorluğu ilə həyata keçirilən təxribat idi. Bunu məhz SSR DTK-sı eləyir. Niyə? Ona görə ki, həmin illər Ermənistanda SSR-dən çıxma meyilləri daha çox idi nəinki Azərbaycandan. Amma Romanovun vəsiyyətinə sadiq qalan Rusiya kəşfiyyatı ermənilərə Sumqayıtda kömək eləyir. Ancaq onları bulaşdırır bu işə, Qırqaryan əlindən. Ki sabahlarım o məsələ qalxanda desinlər ki, Sumqayıtı siz eləyibsiniz. Azərbaycan prokurorluğunun dövlət ittihamçısı kimi çıxış edən Aslan İsmailov deyir ki, məhkəmə prosesi həm SSR-i, həm də Azərbaycan DTK-sında işləyən ermənilərin nəzarət altında keçirilib. Prosesə belə ciddi nəzarətdə məqsəd məhkəmədəki Azərbaycanlıların əslində hər şeyin Qırqaryan tərəfindən təşkil olunduğu ilə bağlı ifadə vermələrinə, eləcə də Qırqaryanın özünün hadisələri olduğu kimi etiraf etməsinə mane olmaq idi. Bəs kim idi Eduard Qırqaryan? 5-ci mərtəbədə o, 7-ci mərtəbədə biz olurduq. Ailəsini zaten tanıyırdım. Güləşçi idiyəcək, karatesi idiyəcək. Düzdür, biz qorxurduq ondan. Mənim adımı çeksəzdi, sizi çıxandan sonra qıracaq. Qırqaryana gələndə bütün zərər çəkənlər, xüsusilə Meclumiyan bacıları isterik şəkildə çığırırlar ki, bizə başçılıq, o hadisələrə başçılıq edən bu idi. Onlar bilmir o ermənidir. Qırqaryan zahirən də erməniyə oxşamır. Qırqaryan zahirən Rusa oxşuyur. Və Qırqaryanın da o dəstə üzvləri paşa ləqəbinlə bir avtoritet kimi tanıyırlar və çoxları da şey eləyirlər ki, ləzgidir. Amma buna rəğmən Qırqaryana 12 il iş verilir. Az sonra o ümumiyyətlə ölkədən çıxarılır. Digərləri 7-8 il iş alır. Təkcə bir nəfərə güllələnmə kəsilir. 24 yaşlı Əhməd Əhmədova. 1989-cu il noyabrın 18-də SSR Ali Məhkəməsinin çıxardığı bu hökm 17 ay sonra icra olunur. Əhmədi erməni millətindən olan 7 nəfərin ölümündə təqsirləndirirlər. Ümumilikdə isə Sumqayıt hadisələri zamanı erməni millətindən olan 26 nəfər öldürülür. Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunur və bu zaman 6 Azərbaycanlı öldürülür, 400 nəfər isə yaralanır. Sumqayıt hadisələrinin açdığı ən dərin yara isə Azərbaycan üçün Dağlıq Qarabağ yarasıdır.